Siz bilirsiniz ki biz məktəb olaraq mütəmadi zərərli vərdişlərə, ziyanlı vərdişlərə yox deyək adı altında tədbirlər keçirik. Mənə verilən fərqli fərmanı tema bura, məktəb. Və o fərqli fərmanı mən saxlamışam əlində. Bu 10-cu A sınıfında oxuyanda deməli futbol yaxşı oynuyordum mən. Deməli birinci yerə tutduğuma görə fərqli. Bu 64-cü il. Mən təcrübəmdə gördüyüm günlərdə işlədiyim haqqında heç bir narkomanyadan sağlam insan görmüşəm. Sizdən olsun, salamlayıram və bu tədbiri təşkil etdiyinə görə, bizə şərait yarattığına görə məktəb rəhbərlik komitəsi sizlərə, uşaqlar sizlərə təşəkkürümü bildirirəm. Kənar təsirlərə mübarizə apara biləcək bir xarakter. Ona görə də bunun umudda çalışır. İşimizdə bizim burada şagirdlərimizi bu ilə bağlı məlumatlandırmaqdakı əsas məqsədimiz şagirdlər arasındakı bu ilin güc ayrılığı kimi şeylərə son qoymaqdır. Çünki əgər bir şəxs bu ilin haqqında məlumat olmasa, etdiyi hərəkətlər və yaxud bir insan digərindən bu ilin törədilməsi haqqında törədilmədiyini anlaya bilməz. Önemlisi sağlam gençliğimizdir ki bizim ümidimiz sizlere çoktur. Biz genç, gelecek nesillerimizden asılıyız. Ona göre de uşaqlar ümid edirəm ki siz